Məşədə qalmışıq 3 kilometr yetişdik daha bəh. Vah vah. Elə bir gözlərimizə qum dolduyublar. Mən səhər başı gördüm ki, Həzrəti İmamzənin günbəzinə gün düşübdür. Ablam, bulan büyük öydü. Görəndə gördüm nənəsində bədi. Nənə, hay nənə dur dur yetişdik. Nənəzə dur gözüm ilə. Nənə barmağımın turşundan bax gör. Haranı görürsən? Nənə də bilə gözlərim ışıqdan düşüb. Məcəz zülvüqar. Bir qıcıtlı gözlərin. Gördüm. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ela garip zalim kurban. Dedim nene 5 kilometre kalı. Nene yatanmay oyattı saldı bizim canımızı. Kalktılar bulay ayağa, şak kaşak vır havır. Yetmiş indi Məşədə, tabloda yazıb kamyon, otopos, minibus, taksi var, hamısı məmnu da. Deyim ol, Tüşüngəyə yetişdiniz. Ağa, nə yetişdiniz? Bunların bir dedi, yox, bizi dolandıracaqsan ağanın başına. Dedim gələ, özü düşəsiz, gedəsiz, dolanasız. Gəlmiş qoyma, mənim dəftər çamalay, ondan sonra təslimalay. Yox, neçə də cərim olsa verəcəyik. Dedim, yaxşı, oldu. Düşdüm Pasuvana, dedim, Sərkar, icazə miydi, doğru bezənim, bir maşin taza xəridim. Zudmiyor, dedim, əlanmıyam. Çıxdım üstə, deyim, mintimən cərim elədi. Ölməmişəm ki, ya bura vereyim da, eşya suyan osturanada qaxtaraq. Mənə məsəl çəkik, dedim, eşyanın səsi gəlir. Eşyəyi sizdən. Yaxşı mənəm, nə olsun məsələn? Boğazından bir dənə kisə çıxartdı, bağını açdı. Bu yoğunluqda elə bir polika lüləsi soxmuşdu. Bir dənə mintümən atdı daş boyutun qabağına götü. Daymından da soğuk olmayacaq. Ben de attım şahidin qabağına, dedim, sən də o götü qoyacaq, o sənin küdür.